Məşhur sənətçi qızının toyunda etdiyi hərəkətlə hər kəsi duyğulandırıb. O bunu açıq şəkildə etiraf edib. Toy iqtisadi platforma idi. Burada nə qədər çalışan var idi? Aşpaz, qapıçı, bazar, geyim, qızıl mağazası hamı işləyirdi. Yalancı bir iş idi, köpük şarına bənziyirdi və partladı. Axşamaz xəbər verir ki, bu sözləri müğənni Nazim Pişyari efirdən kənar proqramında deyib. Sənətçi toy bazarının zəifləməsindən danışıb. Azərbaycanda bəhsi-bəhs söhbəti var. Əvvəl toyu ən çox 250 nəfərlər edərdilər. Şadlıq saraylarındakı qiymətlər köpük kimi böyüdü. 700, 800, 1000 nəfərlik sallar yaradıldı. Dedilər, qız oğlan toyunu bir idək, 600 adamı yığaq. Toy ayrı olanda xərc də çoxalırdı. Ayrı geyim, hazırlıq. Musiqici seçimini də 50% böldülər. Mən də qızımın toyunda belə etdim. Yeməklər gəlirdi, qabı-qabın üstünə yığılırdı. İnsan nə qədər yeyər? İsrafçılıq yarandı. Allah da bunu gördü. İndi ağıl sığmayan qiymətlər var. Kimsə övladının toyuna filan kəsi istəyir, bəy başqasını, gəlin başqasını. Gəlir böyük rəqəmə çatır. Sonra toyda pul yığa bilməyənlər olur. Borca girib bankdan kredit götürdülər. Ona görə də toy biznesi üzü aşağı getməyə başladı.